Bu gün xeyirxahlıq marafonu çərçivəsində şagirdlərimlə birlikdə mənəvi qürur dolu bir gün yaşadıq. İlk olaraq Ağstafa rayonu Pilli kəndinin qəhrəman şəhidləri Avdiyev Orxan Habil oğlu və Bayramov İlkin Bayramoğlunun doğulub boya başa çatdıqları müqəddəs ata ocaqlarını ziyarət etdik. Onların böyüdüyü otaqlarda xatirə guşələrinin önündə dayandıq. Şəhidlərimizin əziz doğmalarının, analarının dilindən qəhrəmanlarımızın uşaqlıq illəri, məktəb xatirələri və keçdikləri mənalı ömür yolu haqqında qürur dolu xatirələri dinlədik. Şagirdlərimiz hər bir şəhidimizin vətən üçün necə bir fədain olduğunu canlı-canlı hiss etdilər. Daha sonra qəhrəmanlarımızın abidələrini ziyarət etdik. Şagirdlərimiz əllərindəki al qərənfilləri abidə önünə düzərək vətən fədaillərinin ruhu qarşısında sonsuz ehtiramla baş əydilər. Ziyarətimizi sadəcə rəsmiyyətlə bitirmədik. Bu bizim üçün həm də bir vəfa borcu idi. Şagirdlərimlə birlikdə abidə ətrafında kiçik bir iməclik keçirdik. Uşaqlar böyük həvəslə ağacların ətrafını alaqlardan təmizlədilər. Onlara su verdilər. Günün ən səmimi hissəsi isə şəhidimiz İlkin Bayramovun adını daşıyan gözəl parkda davam etdi. Burada şəhid ailələri ilə birgə çay süfrəsi ətrafında əyləşdik. Şəhid analarının mətanətini, dik duruşunu görmək uşaqlarımızda böyük bir vətənpərvərlik ruhu yaratdı. Şagirdlərimiz şəhid analarının dəyərli nəsihətlərini dinlədilər, onların səmimi dualarını və xeyir dualarını aldılar. Bu mənəvi addımda əməyi keçən hər bir şagirdimlə qürur duyuram. Şəhidlərimizi unutmadıq, unutdurmadıq. Ruhunuz şad olsun.